Çətin dağ yollarla Yerikək kəndinin yolunun yarısını qət eləmişik. Yuxarıdakı zirvə başı dumanlı Şahdağ zirvəsidir. Kəndə gedən yoldur. Şəmslan müəllim, bizim coğrafiya müəllimimiz, Orxan müəllim, riyaziyyat müəllimi. Aşağıdakı Laza kəndidir. Laza kəndinin xeyli yuxarısındayıq. Təxmini burada hündürlük dəniz səviyyəsinə 2100 metrdir. Birləşiblər var bu. Artıq kənd görünməyə başlayır. Doğru. Səlibur uşaqları. Yine var. Hadi ver şunu. Başqa var uşaqlar burada? Güley var, güley. Gel buraya, gel buraya. Hadi ver şunu. Burada var. Kəndin ərazisidir. Kənd sakinləri qışda istilik üçün bu təzəklərdən istifadə edirlər. Müəllimin stəkanı. Bir də uzatma, baxın necədir. Baxın. Mobil, komfort bir stəkan. Aşağıda görünən kənd Azərbaycanın ən yüksəkdə yerləşən dağ kəndi və yaxud yaşayış məntəqəsidir. Dəniz səviyyəsindən 2380 metrdə yerləşir. Rusiya ilə sərhəddə yerləşir. Artıq telefonlarımıza Rusiya ilə sərhəddə olmağımızla bağlı mesaj gəlib. Bax, gördüyünüz hissə dağın əks tərəfi Rusiya ərazisidir. Kəndə təxmini 5-6 ailə qalıb. O da hardasa 25-30 nəfər arası əhali yaşayır. Yolu çox çətindir. Əsasən insanlar maldarlıqla məşğul olur. Yaylaq ərazilərdir. Yaşayış səviyyəsi biraz çətindir burada. Amma çox gözəl, səfalı yerdir. Gördüyünüz o dağ da Şahdağ zirvəsidir. Başı dumanlı olan hissə. Kənd Şahdağın ətəyində yerləşir. Kəndin digər adı da yerli əhali adlandırır. Selibur adlandırırlar. Amma rəsmi olaraq adı Yerikək kəndidir. Nədir sən? Seyid. Zeyid? Seyid. Allah saxlasın. Qəşəng qadın var.